Baxın, qısa bir qayda, bunu gözəl dinləyin. Həyatımız boyu hamımıza lazımdır bu. Həyatda sıxıntı var, kədər var, sevinç var. Və tilkəl əyyəmu nudaviluha beynən-nəs. Alta bu ki, biz insan, o günlər insanlar arasında dəyişirik. Bir gün belə, bir gün belə. Heç zaman eyni olmur. Yaxşı zənn, səbir, qəza və qədərə razılıq əlaqəsi. Yəni, səbir edən insan, qəza və qədərə razı olan insan, deməli, Rəbbi haqqında gözəl düşünür. Amma o insan ki, səbr etmir və yaxud da ki, Allahın qəza və qədərinə razı deyil, deməli, o insan Rəbbinə qarşı pis zənn içərisindədir. Belə bir insan iki yol olar. Sevmədiyi şeylərə görə səbirli olar, həmçinin başına gələn müsibətlərə görə barışmaq və razı qalmaq. La ilahe illallah. Bu iki yolun heç biri Allah barəsində yaxşı zənn olmadan mümkün deyil. Səbir və Allahın qəza və qədərinə razı olmaq nədir? Barışmaq. Yəni, insan rahatlıq və məmnuniyyətə çatdıran şey Allahın qəza və qədərinə razı qalmasıdır.